Əziz izləyicilərimiz, bura Heydər Parkı deyil ha. Bura Abşeron City'nin həyətində olan uşaqların əyləncəsi üçün olan parkdır. Böyüklərin əyləşib istirahət edə biləcəyi bir gözəl yerdir. Hələ, baxın orada stadion da tikilir hal-hazırda. Gördüyünüz kimi tam təmirli, tam belə deyim də gözəl təmir olunmuş bina evimiz satışa çıxıb. Keçəcək indi mənzilə doğru kompleksin həyətin qurğun bir dənə fırlanaq göstərək. Demək olar ki, Xırdalanın ən gözəl kompleksi buradır. Sağ olun, keçək evə. Olmuşuq mənzilə doğru Xırdalanın ürəyi, gözü və bəbəyi. Abşeron City'də möhtəşəm bir yenə. 2 otaq tam təmirli köçəşə bir mənzil seçib təqdim edirik. Hər birinizin hər vaxtınız xeyirli olsun. Əziz izləyicilərim, nəzərinizə çatdıram ki, mənzilimiz çox gözəl təmir olunub. Baxın, əsas giriş hissəsi buradır. Burada qardirob yığmaq üçün yetərincə bir böyük yer var. Burada yerləşir evin deməli hamamı, səhv eləmirəmsə hamam otağıdır bura. Çünki 2 dənədir, ayrı-ayrıdır. Yox, hamam otağı buradır, ayaq olsun burada, amma genişdir. Yəni olduqca genişdir, qəşəng səliqəli də təmir olunub. Alt qapılardan istifadə olunub. Burada yerləşir evin yataq otağı. Çox gözəl bir mənzildir, təmiri də çox gözəl olunub. Pərdəsidir, üstürüdür, hamısı asılıb. Buradan çıxırıq evin qapısını deyən. Açılmadı desən. Balkon səsləcə göstər buranı. Aça bilmədim nəsə. Hə. Çıxırıq balkonuna. Balkonuna da çıxanda insanın ürəyi açılır da bax. Görürsən, göstər parkın. Stadion da tikirlər orada bax, gördüyünüz kimi. Qəşəng geniş, səliqəli. Yəni Xırdalanda yaşamaq istəyirsənsə, gəl burada yaşa. Bura çox rahat bir yerdir. Deməli, göstərdiyi balkon hissəsinin indi yenidən qaydırıb dəhlizinə. Dəhliz də belə bir qəşəng təmirlidir, səliqəli əşyalıdır. Burada da yerləşir evin qonaq otağı, səliqəli qonaq otağı var. Geniş ölçülərə malik, gizli işıqlarlı üstürü pərdəsi yığılıb. Pərdələr buradadır. Ara kəsməsi gördüyünüz kimi belə bir səliqəlidir. Buyur. Buradan keçirik mətbəxinə. Mətbəx hissəsidir. Mətbəx mebelini quraşdırmaq üçün yeri orada görünüb. Burada da iri bir pəncərə qoyublar. Evin işıqlandırması tam olaraq qaydasında olur. Satış qiyməti 105.000 manat. Real alıcı ilə danışıb razılaşmaq olunacaq. 105.000 manatın içində sənədləşmə daxil ev sahibi tərəfindən qarşılanır. Əlavə sualınız olarsa zəng edin, məlumat alın. Sağ olun.